Dövlət Təhlükəsizlik Xidmətinin Balakənin sabiq icra başçısı İslam Rızayevin həbsi ilə bağlı görüntüləri yaymasından sonra onun personası yenidən müzakirə mövzusuna çevrilib. Ötən gündən bəri mediada Rızayevin əməllərinə dair yeni faktlar tirajlanır. Yeni Sabah qeyd edir ki, Metbuat.az bu mövzuda maraqlı məlumat əldə edib. Balakən sakinlərindən biri saytı açıqlamasında deyib ki, 14 il icra başçısı vəzifəsində çalışan İslam Rızayev özünü dövlət qulluqçusu deyil, rayonun ağası kimi aparırmış. Tabeliyində çalışan şəxslərlə kobud rəftar onun xarakteri üçün vazkeçilməz xüsusiyyət olub. Xəbərlərə görə İslam Rızayev təkcə icra hakimiyyətinin əməkdaşlarına deyil, hətta ona tabe olmayan vəzifəli şəxslərə də qanunsuz göstərişlər verirmiş. O, regional təhsil idarəsinin müdürü, baş həkim, maliyyə idarəsinin rəisi, sosial təminat şöbəsinin sədri və başqa vəzifəli şəxsləri həmişə təzyiq altında saxlayıb. Balakəndə müxtəlif dövlət qurumlarına rəhbərlik edən məmurları tez-tez kabinetinə çağırıb məzəmmət etmək Rızayevin sevimli məşğuliyyətlərindən biri olub. Balakənlilər onun dilindən Bakıdakıları yaddan çıxarın, sizin ağanız mənəm sözlərini tez-tez eşidirmiş. Onun razılığı olmadan rayonun heç bir xəstəxanasına baş həkim, heç bir məktəbə direktor təyin edilmirmiş. Hətta seçkili qurum olan bələdiyyələr də icra başçısının öz üsulları ilə formalaşırmış. Balakəndə idarə və təşkilat rəhbəri olan bəzi məmurların bu münasibətdən narazı qaldığı üçün Rızayevdən tez-tez mərkəzə şikayət etdiyi bildirilir. İslam Rızayev son 2 ildə haqqında ən çox şikayət olunan icra başçılarından biri olub.